Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanla münasibətlərinə aid deyil. Qarayazının yuxarı hissəsinin Gürcüstana birləşdirilməsinə razılıq verilməsi. Elə bu cavab Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstanla münasibətlərə aid deyil. Çünki bu hadisələr Azərbaycan SSR və Gürcüstan arasında olmuş hadisələrə aiddir. Düzgün cavabımız budur. Denikin təhlükəsinə qarşı birgə mübarizə aparılması düzdür. Hər iki dövlət Deniklə qarşı yaxınlaşmışdılar, müqavilə bağlamışdılar. Paris Sülh Konfransında Gürcüstan nümayəndəliyi ilə sıx əməkdaşlıq edilməsi düzdür. Bu da var idi. Batum vilayəti ilə bağlı qaldırılan iddianın AXC hökuməti tərəfindən qəbul edilməsi, bəli, Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna yaxın belə bir iddia qəbul edilir. Yəni Sovet Rusiyasına qarşı kömək istəyirdi Gürcüstandan, lakin bu alınmır. Buna baxmayaraq AXC bu iddianı qəbul eləmişdi. Tiflisdə Azərbaycan səfirliyinin fəaliyyət göstərməsi də, bəli, bizim onlarda, onların da bizdə səfirliyi fəaliyyət göstərirdi. Bu da düzgündür.